İndi Putin də deyir ki, bütün bu davranışı onu deməyə əsas verir ki, bax gördünüz, 3 ildir müharibə getdi, üstün tərəf yenə mənəm, torpaqları da işğal eləmişəm, irəli də getmişəm. Amma Ukrayna nə əldə etdi ki, niyə Boris Johnsonun, Amerikanın, Biden'ın sözünə baxıb o vaxt müharibəni dayandırmadı? Və bu Medinskinin yenidən rəhbər təyin olunması, eyni komissiya tərkibinin, danışıqlar komissiyasının tərkibini eyni qaydada demək olar ki, iki fərqli insan əlavə olunub, təyin edilməsi və İstanbula göndərilməsi və məhz niyə mayın 15-nə təyin etməsinin də bir hekayəsi var. Formal da olsa, məhz 22-ci il mayın 15-də danışıqlar tamamilə dayandırıldı. Yəni onda sülhə yaxın idilər mi ki, güya? Yəni, Əlbəttə. Eləmi? Əlbəttə. Yəni doğrudan mı Boris Johnson pozdu? Tək Boris Johnson deyildi. Burada Zelenskinin də belə bir ümidi yarandı ki, Ukrayna ilk həftələri dözdü, Kiyevdən çəkildi Ruslar. Ruslar belə də Putinin aldanıldığı üzrə çıxdı. Çünki Putinə demişdilər ki, onun generalları və həmin generalların neçəsi də həm KGB-dən, həm ordudan sonra ya həbs olundu, ya da müəmmalı qaydada aradan qalxdı. Onlara demişdilər ki, Ukrayna xalqı səni gözləyir. Gül, çiçək, duz, çörək gözləyirlər ki, gəl, Putini alqışlaya-alqışlaya qarşılayacaqlar. Və Putinin də dar çərçivəli düşüncəsi buna inanmışdı. Və nəticə etibarilə xatırlayırsınız, 22-ci ildə fevralın əvvəllərindən, martın əvvəllərindən, o 10 gün ərzində Kiyev ətrafında o 30 kilometrlik kolonla Rus ordusu gəlir. Harada görünüb ki, müasir dünyada 25-30 kilometrlik tankı, topu, əskəri düzəsən, addımlaya-addımlaya işğal eləyəsən. Elə şey mi olar? Yəni, bu kosmosdan baxırsan, dronlar görür, kəşfiyyat məlumat verir. Bunlar niyə belə əmin idilər? Çünki müqavimət olacağını düşünmürdülər. Amma Ukrayna xalqı, Ukrayna cəmiyyəti, o cümlədən də o zaman Zelenskiyə də haqq vermək lazımdır ki, qaçmadı. Çünki təkliflər olmuşdu ki, çıx get Avropaya, Amerikaya, hara istəyirsən get, biz səni qoruyacağıq. Hətta mühacir hökumətinin yaranması təklifləri də var idi. Dözdülər və darmadağın elədilər. Minlərlə Ruslar itki verdi və Ruslar birdən ayıldılar ki, yaxşı, bizi gözləyən yoxdur, duz yoxdur, çörək yoxdur, gül, çiçək yoxdur. Bax, o zamana denk gəldiyi üçün Zelenski də düşündü ki, o şərtlər daxilindəki İstanbulda, birinci İstanbul danışıqlarında irəli sürülən təkliflər vardı, ondan daha yaxşısına nail ola bilər. Xatırlayın da, o vaxt çıxdı o tezis ki, biz 91-ci il sərhədlərinə çıxacağıq və Ukraynanı işğaldan azad eləyəcəyik. Amma ardınca nə baş verdi? Ardınca o baş verdi ki, Boris Johnson olsun, Biden olsun, verdiyi sözləri tutmadılar. Ukraynaya qram-qram silah verdilər də. Məşhur bir hərbi analitik mərkəz var da, Müharibə İnstitutu, Amerikanın, hamı ora istinad edir, hətta Ruslar belə ora istinad edir. Onlar özlərinin açıqlaması və araşdırması var ki, 22-ci ildə Ukraynaya lazım olan silahın ancaq 5də birini verdi Qərb. Ancaq 5də birini. Təsəvvür eləyin, 20%. Yəni o vaxt yaxşı, sən müharibəni dayandırmağa, belə deyək, Ukraynaya söz verirsən ki, silah olacaq, sursat olacaq, hər şey olacaq və silah da vermirsən. Bütün bunlara baxmayaraq, Ukrayna xalqının, belə deyək də, dirənişi və qəhrəmanlığı 22-ci, 23-cü ildə müəyyən üstünlük gətirdi Ukraynaya. Xarkov əməliyyatı oldu, Qırmızı Liman işğaldan azad olundu, Xersondan Ruslar qaçmağa məcbur oldular, çayın sol sahilinə keçdilər. Yəni, bütün bunlar oldu Ukraynanın dirənişi nəticəsində. Amma yenə nə oldu? 23-cü ilin ortalarında yenə silah vermədilər. 6 ay ümumiyyətlə silah vermədilər, demək olar ki, Ukraynaya. Yaxşı, bunun adı nədir? Bunu Putin mi eləyir? Bunu Putin eləməyib baxır. Putin işğalçıdır, Putin Ukraynanı işğal eləmək istəyir, öz bildiyini eləyir. Sən Putinə qarşı boş-boş sanksiyalar qəbul edirsən, indi 20-ci paketi qəbul edirlər də, ayın 20-si. Bugün Merzin açıqlaması var idi, bəli. 19 paket işləməyibsə, sanksiya paketi, 20-ci niyə işləsin ki? Yəni, bax, bu məntiqlə Ukraynanı, Zelenskini də mən anlamağa çalışıram həmin məqamda. Çalışırdı ki, inanırdı ki, burada 50 ölkə Ramstein klubu var idi, bilirsiniz. 50 ölkə bunu dəstəkləyirsə, bu verəcəklər silah, pul, para, hər şey verəcəklər. Bu Ruslara qalib gələcək və Ruslar çox ağır durumdaydı həmin anda. Amma sanki hansısa gözə görünməz bir müqavilələr var idi. Amerikanın Biden administrasiya ilə Putinin qarşısında, baxmayaraq ki, güya qanlı düşmən idilər. Silah dayandırıldı 6 ay, Rusiya gücləndi, hərbi sənaye kompleksini yaratdı, xaricdən silah da aldı, sursat da gətirdi, hər şey gücləndi və əks hücuma keçdi. Xatırlayın, cəmi
2 il bundan qabaqda 23-cü ilin yayında biz nə danışırdıq? Ukraynanın əks hücumunu. Hamı danışırdı. Əks hücum olacaq, Tokmak alacaqlar, Melitopol alacaqlar, Mariupol, Krıma çıxacaqlar və s. Nə oldu? Yəni Qərbin özünün, Biden administrasiyasının və Avropanın dişsizliyi, bacarıqsızlığı, səbatsızlığı ona gətirdi, çıxartdı ki, Ukrayna xalqının əzmini, belə deyək də, silahla, sursatla dəstəkləmədi. Yəni dişsizlik deyəkmi biz buna? Bu dişsizlikdir, yoxsa özü faktiki olaraq, yəni belə söhbətlər var da ki, yəni istəyirdi ki, Rusiya iqtisadi cəhətdən çöksün, cəhənnəmə ki, burada Ukrayna ölür, ölsün, insanı ölür. Çöktürə bilmədilər. Çöktürə bilmədilər, yox. İstəsələr çöktürərdilər. Çöktürmək istəmədilər. Bilirsiniz niyə? Ukrayna xalqının, cəmiyyətinin və siyasi elitasının böyük bir səhvi nədir? Analizdə. Onlar elə bilirlər ki, doğrudan da Amerika və Avropa Rusiyanın darmadağın olmasını istəyir. İstəmir deyirsiniz. İstəmir, heç mümkün deyil bu. Hə, bəzi ölkələr, Estoniya istəyir məsələn. Litva, Latviya istəyir, çünki onların öz hekayələri var da. SSR-in elindən çıxan, onlara qarşı, yox, həm də onlara qarşı repressiyalar olub, bütün SSR xalqları kimi bizə qarşı da olub repressiya. Yəni onların... Biz unutqanıq, amma onlar unutqan deyil. Bəli, tamamilə doğrudur. Bu Georgi Lenti məsələsi göstərdi bunu. Yəni onlar istəyir, təbii. Polşa istəyir, təbii. Çünki Polşa ilə Rusiya arasında, Rusiya imperiya arasında, nə bilim, bəlkə də saysız hesabsız müharibələr olub və Polşa bir neçə dəfə Çar imperiyasının tərkibində olub. Sonra da müharibədən sonra Stalinin rəhbərliyi altında Varşava müqaviləsinin tərkib hissəsi olub. Onlar istəyir, Şərqi Avropa ölkələri. Amma Qərbi Avropa ölkələri istəmir, Amerika istəmir. Niyə istəmir? Çünki Rusiyanın dağılması ehtimalı 5137-dir, səhv eləmirəmsə, nüvə silahının başlıqları var da. Onların kimin əlinə keçəcəyini heç təsəvvür etmək mümkün deyil. Təsəvvür eləyin də, onunsa bir darmadağın olur Rusiya və bir baxırsan ki, 100 dənə nüvə başlığı itdi bu qarışıqda, bu xaosda. Haradasa partlasa nə olacaq? Hansısa terroristlərin əlinə keçsə nə olacaq? Bu bir. İkinci məsələ, onlar başa düşürlər ki, Rusiyanın imperialist təfəkkürü olsa da, amma bəzi bölgələrdə Rusiyanın dəstəyi, maliyyə dəstəyi olmasa, onlar bir-birini yiyəcək. Bu da olacaq Avropanın problemi də, çünki Amerika çox uzaqdadır. Məsələn, Şimali Qafqazda Rusiya olmasa, Rusiya pulu olmasa, neçə dənə orada balaca-balaca muxtar vilayətlər, muxtar respublikalar var, Çeçenistanı var, Dağıstanı var, Qaraçay və Çirkesi var və var da var. Onlar arasında bir münaqişə olsa, bu hara qədər gedib çıxacaq? Yəni, Ukrayna xalqının, Zelenskinin səhvi ondadır ki, onlar düşünürlər ki, Qərb səmimi cəhətdən Rusiyanı dağıtmaq istəyir. Xeyr, Qərb istəyir ki, Rusiya zəif olsun və ondan asılı vəziyyətdə olsun. Necə ki, 90-cı illərdə. Eyni qaydadır. Yəni, yaxınlıq olsun, dostluq olsun, münasibət olsun, amma zəif olsun, dişsiz olsun. Yaxşı, dişsiz olmağını istəyirdinizsə, dişlərini sökməyə Ukraynaya kömək eləyərdiniz də, heç olmasa. Çox qısa olaraq xatırladım izləyicilərimizə. Bizi internet o qədər sürətlə informasiya gedir ki, bizim yaddaşımız qısalıb. İnternet bizim yaddaşımızı təmiz qısaldıb. Əvvəllər tarix deyəndə 100 ili deyirdi. İndi 2 il bundan qabaq artıq tarix olub, bəzən də yaddan çıxır. 22-ci ildə müharibə başlayanda təqribən 5 ay Ukraynaya dəbilqə, can yedək, can qoruyan yedək və Javelinləri də Trump vermişdi. Heç kimin bəyənmədiyi Trump 18-ci ildə. Başqa heç nə vermədilər. Ən çox Almaniyanın verdiyi şey, bilirsiniz nə oldu o vaxt? Hərbi qospitallar. Verdilər ki, gedin belə mobil hərbi qospital, gedin yaralılarınızı çıxardın orada və salam. 6 aydan sonra Ukraynanın israrından, dirənişindən sonra başladılar yavaş-yavaş. Birinci nə verdilər? Toplar. 3-7 NATO kalibrli topları. Sonra dedilər ki, tank, hərbi piyada maşını olmaz, bu Putinin qırmızı xəttidir. Vermədilər 3 ay, 4 ay. Zelenski dirəşəndən sonra tank verməyə başladılar. Xatırlayın, raket vermirdilər. Təyyarə vermirdilər. Vermirdilər, amma sonradan verməyə başladılar. Yaxşı, bunu verdiniz də axırda. F-16 yeri gəlmişkən dünən vurulub bir dənə F-16-da Ukrayna tərəfdən. Yəni, bunun vaxtında niyə vermirdiniz ki? 23-cü ildə niyə vermirdiniz ki? Zaten verdiniz də axırda. Raket verir, Taurus verir, Almaniya deyir ki, Rusiyanı vurma. Elə şey olar. Rusiya sənin bütün ərazini bombalayır da. Kiyevi də vurur, Ivano-Frankovsku, Lvovu, hər yeri vurur.
Amma Almaniya deyir ki, Olaf Scholz deyirdi ki, vurmaq olmaz. Macron deyirdi ki, mən verəcəm raket, amma olmaz Rusiya ərazisini vurmaq. Bax, belə vuruşdurdular Ukraynanı. İndi bu tarixi... Amma onu da deməkdə haqlı deyildilər. Çünki onlar düşünürdülər ki, vurulsa, Qərbin verdiyi silahla vurulur, sabahlarım Rusiya ilə elə NATO-nun arasında bir müharibə yaşana bilməzmi? Onlar istənilən halda Rusiyadan, o nüvəyə görə qorxmurlar mı? Yəni bu dəqiqə çəkinirlər, təbii, nüvə silahı çəkindirici xüsusiyyəti var. Amma sonra vurdular axı. Atakamslarla da vurdular Rusiya ərazisini, Haymerslərlə də vurdular Rusiya ərazisini. Nə oldu ki? Rusiya atom bombası attı? Yox. Yəni, söhbət ondan gedir ki, Qərbin davranışları Putinin davranışlarından zəif qaldı. Həm də nəyə görə zəif qaldı? Burası da çox önəmlidir. Məsələn, hamı gülürdü ki, gör nə günə qalıb Rusiya Şimali Koreyadan əskər gətirib vuruşdurur. Mənim şəxsən nöqteyi nəzərimdən bu nəyi pisdir ki? Öz əskərini qoruyur, gedir Şimali Koreyadan heç bir dəyəri, insan kimi bir dəyəri olmayan o balacaboy gömbul diktatorun qullarını gətirib özü üçün vuruşdurur, 10 min, 15 min ölür orada. Pisdir bu. Bəs yaxşı, Avropada bir dənə ölkə varmı dünyada ki, gəlsin desin ki, bir sən nə var? Mən Ukrayna üçün vuruşacam. Yoxdur. Bax, problem budur. Yəni, çox təəssüf ki, avtoritarizm demokratiyadan effektiv oldu. Yaxşı oldu demirəm. Yaxşı deyil. Amma effektivdir. Sahada effektivliyini göstərir.